Bir dənə şəxsi tikili bağ evi ilə gəlmişəm sizin qarşınıza. Bir dənə yerləşməsi var. Ürək xəstələri bax burada hamısı müalicə alır. Bilgəhin Vişnovkasında, Buzovnanın Vişnovkası yox ha, Bilgəhin Vişnovkası taksimatorun deyilən ərazi var. Oraya yaxındır. Həyətində filtrli hovuzu, bisetkası, manqalnisi, düz asfalt yolun üstündə də izləyicilərimiz. Qapısı necə asfaltdır? 2 mərtəbə 250 kvadrat 5 otaqdan ibarətdir izləyicilərimiz. Evimizin 5 otağından da əlavə zirzəmisi də var. 100 kvadratda zirzəmisidir. Pultla idarə olunan darvazası. Solda burada yaşıllıq zolağı salınıb. Gülçək əkiblər, nə bilim ağac əkiblər, nar ağacı, əncir ağacı. O tərəfdə də. Azad bir dənə qardaşımsan. Gəl buranı çək, bir dənə məni çəkmə. Buraya gəl. Bax əsas yolun üstü. Göstərir bir dənə qardaşımsan. Bax əsas yolun üstü. Gördünüz? Yəni buradan avtobus da işləyir. Qapısı necə asfalt. Çox gözəl yerləşmədədir. Paket kupçadır. 5 sotun içində 250 kvadrat evimizin ümumi sahəsidir. Yəni həm evə, həm torpağa kupçadır. Hal-hazırda belə fəsillə əlaqədar hovuzumuz da təmizdir. Yəni amma hovuz işlək hovuzdur. Filtr necə işləyir. Bütün kommunallərdə daimidir. Qazı, suyu, işığı. Azad gəl girək evin içinə, daxili ilə, otaqlarla tanış edək. Çox gözəl qiymət deyilir bura. Videonun sonunda qiymət də deyiləcək inşallah. Qiymətimiz çox gözəldir. Evimiz mebelindən satılır. Yəni elektronika xaric. Elektronikanı çıxaracaq, digər mebellərimiz qalacaq. Bu birinci mərtəbənin eyvanıdır. İkinci mərtəbənin də eyvanı var. Gəl daxil olaq evin içinə. Birinci mərtəbənin ümumi sahəsi istifoldur, əziz izləyicilərim. Bax, solda mətbəximiz yerləşir. Mətbəxini çevir qardaş. Burada paltarlayan, soyuducu bu şeylər çıxacaq. Yəni qalan mebeli qalır. Gəl qardaşım bura. Bura bax qonaq otağımızdır. Qonaq otağında da gördüyünüz kimi bir dənə televizor çıxır. Yəni də bu oturub duran stulu, divanımız, hamısı bunlar qalır. Stolumuz da qalır burada. Çox gözəl, keyfiyyətli evdir. Özü mərtəbələr arası da onu da qeyd edeyim ki, monolit betondur. Birinci mərtəbədə, ikinci mərtəbədə. Hə, yəni burada da monolitdir. Padval da var qardaşım. Buradan padvalını bax düşürsən, mətbəxin altı da padvaldır. Də oranı çəkmə Azad. Ora çəkdir. 100 kvadratdır var evin altında padvalı. Yəni zirzəmisi. Bura hamam otağımızdır. Gördüyünüz kimi. Qalxaq yuxarı qardaşım. Ev şəxsi tikilidir. Özü üçün tikilən evdir. Yəni keyfiyyətlə inşa olunmuş evdir. Kim şəxsi tikili özü üçün inşa olunmuş ev axtarırsa, səhifədə göstərilən nömrəyə əlaqə saxlasın. Həqiqətən gözəl qiymət. Burada da hamam otağıdır, yerləşir. Bax qardaş. Burada bir hamam otağıdır, yuxarıda. Biraz balacadır, amma istifadə olunur. Burada bir yataq otağımızdır. Geniş dözlü otaqlarımızdır. 4 dənə otaqdır ikinci mərtəbədə. Ümumi 5 otaqdan ibarət. Burada bir yataq otağımızdır. Burada da bir yataq otağımız var qardaşım. Artıq əşyalar yığıblar, yəni üzürlü sayın. Burada da bir yataq otağıdır. Buradakı eyvanımızdır. Ətrafdakı görün necə gözəl yerləşmədədir. Həqiqətən çox gözəl havası olan yerdir. Gözəl aurası olan yerdir. Havası cəhətdən də təmizdir. 5 sotun içində 250 kvadrat paket kupça ilə düz yolun kənarı. Bilgəhin Vişnovkasında, Albalısında. Yəni bunu da qeyd edeyim. Start qiymətimiz də 280 bin manat. Real alıcıya endirimimiz olsaydı, səhifədə göstərilən nömrəyə əlaqə saxlayın, götürək göstərək. Yəni tez satılan variantdır. Tələsin. Sağ olun, bu günə bu qədər.